Onu da qeyd edeyim ki, xalq şairimiz Vahid Əziz mənim əskər yoldaşım olub. Ermənistan parlamentində 1988-ci il noyabr ayının 30-undan sonra Ermənistan torpağında bir dənə türk qalmamalıdır. Axşam saat 6 idi, məni çağırdılar ki, bir polkovnik çağırır. Gəldim, maşınlar düzülüb. Orada qayadan maşınları töküb onlar bizi qırma yapılar. Yer kürəsində hansı ölkədə Boliviyadan, Argentinadan, Filippindən, Çindən belə nə qədər o ölkədə erməni var. Çox böyük peşmançılıq hissləri keçirdi. Ermənilər də onu cəhd eləmişdilər ki, məhv eləsinlər. Qoçaq insanlar onu o vaxt xilas eləmişdi. Biz bəzən kəskin danışırıq ki, öz həqiqətimizi sübut eləməyə çalışırıq ki, bu torpaq bizim misiniz, yoxsa ehtiyac içində boğulan insanları Azərbaycan hökumətinin üstünə qaldırmağa gəlmisiniz?